Salam, xoş gördük hər birinizi əziz dostlar. Mən Azərbaycan dili və ədəbiyyat müəllimi İskəndərova Tünzalə. Bu günləri yenə də sizlərə mətnlərlə bağlı bir sıra problemləri izah etmək üçün buradayam. Mətnlər adətən uşaqların qorxulu yanaşdıqları bir məqamdır. Amma belə deyil. Baxın, bir şey deyim ki, bu qorxu aradan qalxsın. Mətnlərin cavabı içində olur həmişə. Biz tutaq ki, qaydanı 10 dənə sual düşür. Uşaqlar buna qorxu ilə yanaşmır. Deyirlər 10 dənə sualdan. Amma əslində biz qaydaya böyük bir zaman xərcləyirik. Çünki qaydanı öyrədirik. Öyrətdikdən sonra onun çalışması, onun testləri, hətta bir qayda ilə bağlı fərqli testləri işlədirik ki, tutaq ki, bu test bu formatda yox, başqa bir formatda şagirdin qarşısına çıxa bilər. Onun üçün şagird çaşıb qalmasın. Bax, görürsünüz, qayda ilə bağlı nə qədər üsullardan istifadə etdik ki, uşaqlar onu yadında saxlasın, artıq mənimsəsinlər mövzunu. Amma mətn belə deyil. Mətn sizdən diqqət tələb edir və mətn oxuduqlarımızı qavrama qabiliyyətini yoxlayır. Onun üçün diqqətli olmalıyıq mətnlərdə. Yəni, cavabı əslində içindədir. Təlaş keçirməsək, açıq fikirlə baxsaq, yəni mətnləri rahat tapa bilərik. Mətnlərdə şagirdləri narahat edən suallardan biri də üslublarla bağlıdır. Mənə 11-ci sinifdə gələn məzunlar çox olur və görürəm ki, onların ən çox keçirdiyi narahatlıqlar üslublarla bağlıdır. Amma mən, yəni buradan indi baxan şagirdlərim də biləcək ki, mən üslubları həmişə 1 ay qalmış, 2 ay qalmış, 2 ay deməyim heç, 1 ay qalmış keçirəm. Və abituriyentlərim gedirlər üslubları hər zaman da düz yazırlar. Çünki üslublar çətin deyil. Yəni, mətnlərdə düşən üslublar heç vaxt çətin olmur. Yenə də deyirəm, diqqətli olmalıyıq. Deməli, üslublarla düşən bir suala diqqət yetirək. Məşhur bir sualdır. Deyir ki, əsas mətn verir və əlavə bir mətn verir. Deyir ki, bu mətnlərin Eyler-Venn diaqramı verir. Deyir ki, bu mətnlərin üslubi xüsusiyyətlərini müqayisə edin. Tutaq ki, birinci mətnin bədii üslubdadsa, verilmiş əlavə mətndə elmi üslubdadsa, abituriyent birinci mətnə qoyur ki, bədii üslub. Birinci yazdığı şey budur. Yazır bədii üslub, altında da başlayır xüsusiyyətlərini qeyd eləməyə. Əzizlərim, səhvdir bu. Bizdən nə soruşur? Bizdən verilmiş mətnlərin üslubi xüsusiyyətlərini soruşur. Tutaq ki, sizə deyirəm, qələmin xüsusiyyətlərini qeyd edin. Siz burada deməyəcəksiniz ki, bu qələmdir. Siz deyəcəksiniz ki, bu qaradır. Başında qırmızı cizgi var və s. Bunu qeyd eləyəcəksiniz də və bizdən də soruşulan budur da. Bizə deyir ki, üslubi xüsusiyyətlərin qeyd elə, demir adın qeyd elə. Sizin orada götürüb yazdığınız bədii üslubdur, elmi üslubdur sözü yanlışdır. Diqqətli olun bunun üçün. Bu bir. İkinci diqqət eləyəcəyimiz məqam nədir? Deməli, bizə belə bir cümlə düşür ki, daha doğrusu sual düşür ki, altından xətt çəkilmiş hər hansı bir cümlə və yaxud da fərqləndirilən hissə və ya çərçivə daxilində verilmiş hissənin aid olduğu üslubun xüsusiyyətlərini qeyd edin. Və diqqətli olun. Aid olduğu üslubun xüsusiyyətləri ilə həmin verilmiş cümlənin üslubi xüsusiyyətləri ayrı-ayrı anlayışlardır. Necə? Misal üçün deyirəm ki, belə bir cümlə verilir. Deyir ki, fonetika danışıq səslərinə bəhs edin, dilçiliyin bir bölməsidir. Düzdürmü? Burada bunun aid olduğu üslubun xüsusiyyəti nədir? Aid olduğu üslub nədir? Elmi üslubda, düzdür. Başlayıram, deyir ki, aid olduğu üslubun xüsusiyyətləri. Deyirəm ki, konkretlik, dəqiqlik, termin sıxlığı, rəqəmlərdən istifadə, obrazlılığa yol verilmir və s. Bəli, bu aid olduğu üslubun xüsusiyyətləridir. Amma bu həmin cümlənin üslubi xüsusiyyəti deyil. Çünki həmin cümlədə rəqəmlərdən istifadə yoxdur. Termindən bol şəkildə istifadə edilməyib. Aydındırmı? Bu cür suallarda diqqətli olmalıyıq. İnanıram ki, müəyyən dərəcədə sizlərə faydam toxundu. Gələn səfərdə belə çaşdırıcı və sizin diqqət edəcəyiniz məqamlar var ki, elə sualların izahı ilə bağlı yenidən qısa videolar çəkib paylaşacağım. Diqqətiniz üçün təşəkkürlər.